Müstəqil Azərbaycan Respublikasının müstəqil övladları, hamınızı xoş gördük. Əziz dostlar, sizi Azərbaycan Respublikasının dövlət himnini dinləməyə və söyləməyə dəvət edirəm. Tədbirimizi açıq elan edirik. Gəlin birlikdə Azərbaycan Respublikası dövlət bayrağındakı rənglərin öz hünərini dinləyək. Gəlin Türklüyümüz, gökyüzü tək saf hünər, bizim azadlığımız dünyalara səs salır. Qırmızı rəng, alqanım, müasirlik, hür demək, səni qorumaq üçün döyünər hər bir ürək. Yaşıl rəngli meşələr, İslamın nuru səndə, dünyada ən müqəddəs bayraqdır mənə vətən. Dostlarımız deyəsən neysə müzakirə edirlər. Uşaqlar, nəyi müzakirə edirsiniz? Bilirsənmi, Azərbaycan şərqdə qurulan ilk demokratik respublikadır. Bəli, bilirəm. Hətta olatıran qadınların seçki hüququnu bir çox Avropa ölkəsində daha tez biz vermişik. Bizim babalarımız çox cəsur və ağıllı oldular. Vətənimin hər tohumları, üç rəngli bayraq bizimdir.
Bizim yükseli Azərbaycanımızın tarixin keşmekeşi yollarına keçib. Düz 108 il əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edildi. Beləcə Respublikamız quruldu. Gəlin, Respublikamızı vəsf edən şeirləri dinləyək. İgidlərin sayığa gəlib sayılmaz, tarixinə ad salıblar silinməz, oğlun qızın kimsələrə əyilməz, Azərbaycan mənim ana vətən. 28 may çox yaraşır toy deyin, əbədi park gəlib yurdumuza həmin gün. Həmin gün qəlbimizə neçə arzu deyil açıb, təkcə dağlarımızda yox, qəlbimizdə gül açıb. Dalğalansın bayrağımız, alovlansın tonqalımız, doğma Azərbaycanımız, ona qurban canımız. Ürəyim sən döyünürsən sinəmdə, olma yurdu nəfəsim sənsən mənim, qürurumsan damarımda, qanımsan, Azərbaycan mənim ana vətənim. Ürəyimdən tükənməz məhəbbətin, dünyaya səs salıb sənin qüdrətin, əzəlimsən, bucunumsən, sorumsən, Azərbaycan mənim ana vətənim. Dostlar, sizcə vətən nədir? Gəlin bu sualın cavabını yoldaşlarımızdan dinləyək. Vətən nədir? Vətən mənəm, sənsən bizi. Vətən bütün və sarsılmaz Azərbaycandır. Vətən təkcə rəngli çizgilərdir. Hər birimizin ürəyində döyünən böyük bir sevgidir. Vətən, bugün azad nəfəs aldığımız Bakı, hər daş tarix qoxuyan, içən şəhər, canımız olan Şuşadır. Vətən hər üçün cənnət olan bir dünyadır. Vətən, göylərdə qürurla dalğalanan, üç rəngli bayrağımızın altındakı o böyük sizlik və güvəndir. Vətən sadəcə üzərində yaşadığımız torpaq deyil. Babalarımızın bizə qoyub getdiyi ən müqəddəs əmanətdir. Vətən, canını bizdən əsirgəməyən, qəhrəman şəhidlərimizin bizə bəxş etdiyi azad göy üzüdür. Vətən, damarlarımızda axan qandır. Vətən, anamızın laylası, dilimizin ilk şirin sözü və ilk attığımız addımların doğma evimizdir. Vətən bizim evimizdir. Vətən doğma yurtdur, and yeridir. Vətən sığınanda bizə ən böyük güzdür. Vətən əcdadlarımızın bizə qoyub getdiyi şərəfli bir miras və gələcək nəsillərə ötürməli olduğumuz ən böyük əmanətdir. Vətən üzərində azad yaşadığımız bayrağı ilə qürur duyduğumuz və uğurların hər birinə fədakarlıqla hazır olduğumuz evimizdir.